Salam dəyərli izləyicilər, dəyərli şagirdlərimiz, dəyərli müəllimlərimiz. Hər birinizi salamlayıram. Bugün 8 martdır. 8 Mart Qadınlar Bayramı münasibətilə hər birinizi təbrik edirəm. Sizlərə uzun ömür, can sağlığı arz edirəm. Bayramınız mübarək olsun deyirəm. Bugün 8 Mart, səhər 9 Martdır. Səhərdə abituriyentlərimiz üçün buraxılış imtahanıdır. Buraxılış imtahanı verən hər bir abituriyentimizə uğurlar arz edirəm. Allah onlara zehn açıqlığı versin. İnşallah ki, yüksək nəticə ilə dönüş edərlər. Həm valideynlərini, həm də müəllimlərini sevindirərlər. Bir daha uğurlar arz edirəm hər bir abituriyentimizə. Başlayaq söz verdiyimiz kimi növbəti testimizin izahına. Bugün sizlərlə test 25-in izahını verəcəm. Birinci sualımız belədir. Bizə deyir ki, burada bir dəqiqə. Birinci sualda deyir ki, düzbucaqlının perimetri 44 cm, uzunluğu 16 cm olarsa onun enini tapın. Bir dənə düzbucaqlı çəkək. Tutaq ki, bu düzbucaqlının perimetri 44'dür, uzunluğu 16 cm-dir, eni də x cm-dir. Onun enini soruşur. Bilirik ki, perimetr bərabərdir. En ilə 2 vurulsun, en ilə uzunluğun cəmi. En ilə uzunluğun cəmi. Buradan bərabərdir. Perimetr də məndə 44'dür. 2 ilə 44 ixtisar gedir. Burada x plus 6 bərabərdir 22 qalır. 16. Buradan x plus 16 bərabərdir 22. Buradan da x bərabərdir 16. 22 çıxaq 16. 22 çıxaq 16. O da bərabərdir 6 olmuş olur. O da A variantı. Davam edək növbəti sualımızla. Bizə deyir ki, ikinci sualımız belədir. 175% onluq kəsrə çevirin. 175% bərabərdir. Faizi ədədə çevirəndə, kəsrə çevirəndə 100'ə bölürük. 175 bölünür 100'ə. O da bərabərdir 1,75 eləmiş olur. Cavab B variantı. Üçüncü sualımıza baxaq. Bizə deyir ki, 10 kiçikdir A, o da kiçikdir 16 olarsa 2'də 1 A-nı tapın. Belə başa düşürəm ki, burada A-nı 2'də 1'ə vurmaq lazımdır. A-nı 2'də 1'ə vurmaq lazımdırsa, bərabərsizliyin hər tərəfini 2'də 1'ə vurmaq lazımdır. 2'də 1'ə vursaq burada ortada olur 2'də 1 A. 2'də 1 A olur. Sağ və sol tərəfi də 2'də 1'ə vurmaq lazımdır. 2'də 1 vuraq 16. Eyni zamanda 2'də 1 vuraq 10 olmuş olur. Buradan da 2'də 1 A sağdan soldan işarə, bərabərsizlik işarəsi qoyulur. 10'dan 2 ixtisar gedir, 5 qalır. 16 ilə də 2 ixtisar gedir. Yenə burada da 8 qalır. 5 ilə 8 arasında. Cavab C variantıdır. Növbəti sualımıza baxaq. Növbəti sualımız 4-cü sualdır. Bir dənə silindr çəkək. Bizə deyir, silindrin yan səthinin sahəsi bu olarsa, yəni S-yan bərabərdir 30 pi olarsa, onun ox kəsiyinin sahəsini tapın. S ox kəsiyi bərabər sual. Bir dənə silindr çəkək. Bir dənə də dairə çəkək burada. Çəkməyim, ümumiyyətlə bir də silindr çəkək. Bu bir silindirdir. Bura mərkəzdir. Adlandıraq A, B, C, D. Yan tərəf hündürlükdür. Bura R-dir. Burada R-dir. Burada R-dir. Aha. Bilirik ki, silindrin yan səthinin sahəsi S-yan bərabərdir 2 pi R H düsturu ilə hesablanır. O da bərabərdir nəyə? 30 pi-yə. Buradan pi-lər ixtisar gedir. Qalır belə. 2RH bərabərdir 30. Digər tərəfdən də bilirəm ki, ox kəsiyinin sahəsi, bax ox kəsiyi düzbucaqlıdır da, bax bu düzbucaqlıdır. Bu düzbucaqlı.
Düzbucaqlının sahəsi nəyə bərabərdir? Eni ilə uzunluğun hasilinə bərabərdir. S ox kəsiyi bərabərdir 2r-i h-a vuracağıq. O da bərabərdir 2r h eləmiş olur. 2r h da məndə neçədir? 30'dur. Demək, burada cavab neçədir? 30'dur. Cavab E variantı. Davam eləyək növbəti sualımızdan. 5-ci sualımız belədir. 26 şagirddən ikisini növbətçi üçün neçə üsulla seçmək olar? Şagird sayı 26'dır. Mən buradan növbətçi seçirəmsə, 2 şagirdi növbətçi seçirəmsə kombinezonla hesablanır. Çünki burada yəni növbətçidə fərq olmadığına görə sadəcə kombinezonla hesablanır. Əgər burada deyək ki, burada deyək ki, mavin və yaxud da nə bilim mavin seçilsəydi və yaxud da sinif nümayəndəsi və onun mavini seçilsəydi, o zaman permütasiya ilə hesablanardı. Yəni bizdən burada soruşur ki, 26 şagirddən 2 dənə şagird seçilir. Bu bərabərdir. Burada kombinezon belə hesablanır. 26 faktorial bölünsün 26 çıxaq 2 faktorial vuraq 2 faktorial. Bu da bərabər. Bunu belə yazaram. 24 faktorial vuraq 25 vuraq 26. Məxrəcdə də yazaram. 24 faktorial vuraq 1 vuraq 2. Bu da bərabər. Burada 24 faktoriallar ixtisar gedir. 26'nı 2'yə bölsək 13 düşər. 13'ü də 25'ə vursaq 325 eləmiş olar. Cavab burada D variantıdır. Davam eləyək. Növbəti sualımız 6-cı sualdır. 6-cı sualımız belədir. Bizə deyir ki, sinus 5x vuraq kosinus 3x çıxaq kosinus 5x vuraq sinus 3x bərabərdir 2'də 1 olarsa tənliyi həll eləyin. Bu təbii ki, sinus 5x çıxaq 3x belə olur. Çünki burada sinus alfa kosinus beta çıxılsın, kosinus alfa sinus beta olduğuna görə biz bunu sinusun alfaların fərqi kimi yaza bilirik də. Bu da bərabərdir 2'də 1. Burada olur sinus 2x bərabərdir 2'də 1. Buradan isə 2x bərabərdir. Sinus belə deyək də, sinus alfa bərabər 2'də 1'i nə zaman alır? Mənfi 1'in üstü k. İndi burada n ilə göstəriblər. Olsun n. Arc sinus 2'də 1 üstə gələk pn. Aha. Buradan isə bu da bərabər mənfi 1'in üstü n. Arc sinus 2'də 1'i harda alır? 30 dərəcədə. 30 dərəcə neçədir? Pi bölək 6 deməkdir. Üstə gələk pn. Buradan aldım ki 2x bərabərdir. Mənfi 1'in üstü n pi bölək 6 üstə gələk pn. Hər tərəfi də 2'yə bölsəm x bərabər olur. Mənfi 1'in üstü n vuraq pi bölək 12 üstə gələk pn bölək 2. Pn bölək 2. N də daxildir z. Bu da hansı variantdır? B variantı. 7-ci sualımıza baxaq. 7-ci sualımız deyir ki, kök altında loqaritma 3 əsasdan 2 çıxaq 4'də 1 bərabərdir loqaritma 3 əsasdan 2. Burada hər tərəfdən sol tərəfi, bax bu sol tərəfi bütövlükdə sağ tərəfə keçirdirəm. Olur belə loqaritma 3 əsasdan 2 çıxaq kök altında loqaritma 3 əsasdan 2 üstə gələk 4'də 1 bərabərdir 0 olur. İndi burada da baxıb görürəm ki, bu elə bir ki necədir? Bu kök altında loqaritma, bax belə deyək də, kök altında loqaritma 3 əsasdan 2 bərabərdir. Mən bunun kvadrata yüksəlsəm burada nə olur? Loqaritma 3 əsasdan x olur.
Demək ki, loqaritma 3 əsasdan x nəyə bərabərdir? Loqaritma 3 əsasdan x-in kökün altında loqaritma 3 əsasdan x bərabər 3-ün üzr istəyirəm. Burada loqaritma 3 əsasdan x bərabərdir. Kök altında mötərizədə kök altında loqaritma 3 əsasdan x-in mötərizə kvadratına bərabərdir. O cür düşünsək, bax bunu belə yaza bilərik. Olur belə. Kök altında loqaritma 3 əsasdan x-in bu kvadratıdır. Kvadratı bu ifadəni verir. Bax, bu ifadənin kvadratı bu ifadəni verir. Çıxmadır, ortada çıxma yazırıq. 4-də 1 də 2-də 1-in kvadratıdır. 2-də 1 yazırıq, mötərizə kvadratı bərabərdir 0. Burada kvadrat 0-a bərabərsə, loqaritma 3 əsasdan x çıxaq 2-də 1 bərabər 0 deməkdir. Buradan da alınan loqaritma kök altında bu olacaqdır. Buradan da alıram ki, kök altında loqaritma 3 əsasdan x bərabərdir 2-də 1. Hər tərəfi kvadrata yüksətsəm, loqaritma 3 əsasdan x bərabərdir. Yəni, hər tərəfi belə kvadrata yüksətsəm. Burada olur 3 əsasdan x bərabərdir 4-də 1. Buradan da alıram ki, x bərabərdir 3-ün üstü 4-də 1. O da bərabərdir 4-cü dərəcədən 3-ün üstü 1. O da bərabərdir 4-cü dərəcədən 3. Bu da hansı variantdır? A variantı. 8-ci sualımıza baxaq. Bizə deyir, x-in kvadratı çıxaq 5x üstə gələk 2 bərabərdir 0 olarsa, x-in kvadratı üstə gələk 4 bölək x-in kvadratı bərabər sual. Burada 5x-i sağa keçirdərəm. Olar belə x-in kvadratı üstə gələk 2 bərabərdir 5x. Hər tərəfi x-ə bölərəm. X-ə bölərəm. O zaman olur belə x üstə gələk 2 bölək x bərabərdir 5. Sonra hər tərəfi kvadrata yüksəldərəm. Olar belə x üstə gələk 2 bölək x-in mötərizə kvadratı bərabərdir 5-in kvadratı. Buradan da belə olur ki, x-in kvadratı üstə gələk birincinin ikinciyə hasilinin 2 misli 2 vuraq. X vuraq 2 bölək x. Üstə gələk ikincinin də kvadratı 4 bölək x-in kvadratı olur, bərabərdir 25. Burada təbii ki, x-lər ixtisar gedir. Qalır x-in kvadratı üstə gələk 4 bölək x-in kvadratı üstə gələk 4 bərabərdir 25. Buradan da alıram ki, x-in kvadratı üstə gələk 4 bölək x-in kvadratı bərabərdir 25 çıxaq 4. O da bərabər 21 olmuş olur. Məndən bunu soruşuldu. Bu da 21-ə bərabərdir. Açıq sualdır. Cavab burada 21-dir. Davam eləyək. 9-cu sualımızdan davam eləyək. Bizə deyir f(x) bərabər x-in kvadratı çıxaq 4x üstə gələk 5 funksiyasının qiymətlər çoxluğunu tapın. Gəl bu funksiyanı bu şəklə salaq. Elə bir ki, f(x) bərabərdir a vuraq x minus m kvadrat üstə gələk n şəklinə salsaq, burada elə bir ki, qiymətlər çoxluğu n müsbət sonsuzluq olmuş olur. Gəl bu funksiyanı o cür yazaq, bərabərdir. Bunu belə yazaram. X-in kvadratı çıxaq 4x üstə gələk 4 üstə gələk 1. Bu da bərabərdir. Bu artıq 2 ədlinin kvadratıdır bu. Yəni hansı 2 ədlinin? X-in kvadratı x-in kvadratıdır. Çıxmadır bu, ortada çıxma yazıram. 4 də 2-nin kvadratı yazıb mötərizə kvadratı yazırıq. Üstə gələk 1. Buradan baxıb görürəm ki, artıq bu şəkilə düşdü. Demək, mənim qiymətlər çoxluğum YF bərabərdir. M burada 1'dir. Olacaq 1 müsbət sonsuzluq. 1 müsbət sonsuzluq da C variantıdır. Davam eləyək 10-cu sualımızla. 10-cu sualımız belədir. Düzbucaqlı paralelepipedin hər bir ölçüsünü neçə dəfə azaltmaq lazımdır ki, həcmi 125 dəfə azalsın. Həcm bərabər nəyə? A vuraq, B vuraq, C-yə. Hər bir ölçünü 5 dəfə azaltmaq lazımdır. Yəni A-nı da 5 dəfə azaltmaq lazımdır. B-ni də 5 dəfə azaltmaq lazımdır. C-ni də 5 dəfə azaltmaq lazımdır. Bunların hasili olur. Bu bərabər olur nəyə? A vuraq, B vuraq, C bölək 125. Burada həcmi neçə dəfə azaldı? Bu da bərabərdir ABC məndə V idi. V bölək 125. Demək gördüm ki, həcm 125 dəfə azaldı. Nə zaman? Hər bir
belə deyək də, hər bir ölçü 5 dəfə azalanda. Cavab B variantıdır burada. 11-ci sualımıza baxaq. 11-ci sualımız belədir. Kök altında 24, kök altında 6, çıxaq kök altında 24, üstə gələk, kök altında 6, kök altında 24, üstə gələk, kök altında 6. Bu bərabərdir. İfadənin qiymətini tapın. 24'ü belə yazaram. 24 nədir? Kök altında 24 bərabərdir. 4 vuraq 6 deməkdir. O da bərabər neçə eləyir? 2 kök altında 6 eləyir. 24 o deməkdir. Harada 24 görürəm, yerinə 2 kök altında 6 qoyuram. Burada 2 kök altında 6 olur. Sürətdə kök altında 6 çıxaq 2 kök altında 6 olur. Üstə gələk. Burada kök altında 6 yazıram. Burada olur 2 kök altında 6, üstə gələk kök altında 6. Bu da bərabər. Burada 2 kök altında 6 məxrəsdə yazılır. Kök altında bir dənə kök altında 6-dan 2 dənə kök altında 6 çıxanda mənfi kök altında 6 qalır. Mənfi kök altında 6. Üstə gələk, burada da kök altında 6 yazılır. Burada 1 ilə 2 toplananda 3 kök altında 6 eləmiş olur. Bu da bərabər. Hər tərəfdən kök 6'lar ixtisar geçsə, qalar belə. Mənfi 2'də 1, 2'də 1 üstə gələk 3. O da bərabər. Bunu belə yazmaq olar. 3 çıxaq 2'də 1, toplamların yerini dəyişəndə cəm dəyişmir. O da bərabər 3 çıxaq 0,5'dir 2'də 1, o da bərabərdir 2,5 eləmiş olur. Cavab burada 2,5'dir. Və yaxud da 2'də 5 kimdə yazmaq olar. 12-ci sualımıza baxaq. Bizə deyir 1 üstə gələk. Kök altında 3 inin üstü 9 bərabər sual. Dəyərli izləyicilər və şagirdlər, burada baxırıq ki, kompleks ədəddir. Kompleks ədədin n-ci dərəcədən qüvvətə yüksəldilməsidir. O zaman biz nə edirik? Bunu hesablamaq üçün trigonometrik şəklə çevirməliyik. Tutaq ki, z bərabərdir 1 üstə gələk kök altında 3 i kompleks ədədimdir. Burada biz modul z-i tapmalıyıq. Üzr istəyirəm. Burada modul z bərabər kök altında 1'in kvadratı üstə gələk kök altında 3'ün kvadratı. Bu da bərabər 2 eləmiş olur. Digər tərəfdən alfanı tapmalıyıq. Tangens alfa bərabərdir. Nəyə bərabərdir? Təbii ki, bu birinci rübün bucağıdır. Çünki a'sı burada müsbət 1'dir. B'si də bərabərdir kök altında 3. Hər ikisi müsbət hansı rübdədir? Birinci rübdədir. O zaman belə olur. B bölək A. O da bərabər. B burada kök altında 3'dür. A da burada 1'dir. Bu da bərabər kök altında 3 eləmiş olur. Bəs tangens alfa nə zaman kök altında 3'ə bərabərdir? Alfa bərabərdir 60 dərəcədə. Demək, mənim trigonometrik şəkildə bu kompleks ədədim necə yazılır? 2 vurulsun mötərizədə kosinus 60 dərəcə, üstə gələk i sinus 60 dərəcə şəklində yazılır. İndi bax, bu trigonometrik şəklin 9-cu dərəcədən qüvvətə yüksəldirəm mən. 2 kosinus 60 dərəcə, üstə gələk i sinus 60 dərəcə. 9-cu dərəcədən qüvvətə yüksəldirəm. Bu da bərabərdir. Mavur düsturuna görə burada elə bir ki, 2'nin üstü 9 olur. Kosinus. Mavur düsturu deməyəm. Mavur düsturunda burada belə deyək də modul z olmur. Burada isə demək qüvvətə yüksəldəndə nə edirik? Qüvvət vurulur buradakı bucağa. Dərəcəyə vurulur da, bucağın dərəcəsinə. Demək, kosinus olur 9 vuraq 60 dərəcə. Üstə gələk i sinus 9 vuraq 60 dərəcə. Bu da bərabər olur 2'nin üstü 9 512'dir. 512 olur kosinus 540 dərəcə. Üstə gələk i sinus 540 dərəcə. Bu da bərabər. Bunu belə yazaram. 512 vuraq kosinus 540'ı belə yazaram. 180 dərəcə 360 dərəcə üstə gələk 180 dərəcə belə yazaram.
Üstə gələk i sinus yenə 360 dərəcə, üstə gələk 180 dərəcə kimi yaza bilərəm. Bu da bərabər 512 vuraq. Kosinus burada bu 360 dərəcə dönsə gəlib 0 nöqtəsinə düşür. Periodu atıram. Olur kosinus 180 dərəcə. Üstə gələk i sinus. Burada da 360 atıram. I sinus 180 dərəcəyə gəlib çıxır. Bu da bərabər. Kosinus 180 dərəcədə mənfi 1-ə bərabərdir. Mənfi 1. Üstə gələk sinus da 180 dərəcədə 0-a bərabərdir. Bu da bərabərdir. Mənfi 1 vuraq 512. O da mənfi 512 olmuş olur. O da hansı variantdır? B variantıdır. 13-cü sualımıza baxaq. 13-cü sualımız belədir. Bizə deyir düz bucaqlı 3 bucağın iti bucaqlarından biri digərindən 4 dəfə kiçik olarsa, bir bucağı olsun x olsun, digəri də üzr istəyirəm 4 dəfə kiçik olsun. Biri digərindən 4 dəfə kiçik. Biri x isə digəri 4x-də. Yəni x 4x-dən 4 dəfə kiçikdir. Böyük iti bucağın tapın deyir. Təbii ki, iti bucaqların cəmi 90 dərəcəyə bərabərdir. Bərabər 90 dərəcə. Buradan 5x bərabərdir 90 dərəcə. X bərabərdir 18 dərəcə. X-i tapdıq 18 dərəcə. Bizdən nəyi soruşur? Böyük iti bucağın soruşur. Böyük iti bucağı 4x-dir. 4 vuraq 18 dərəcə. Bu da eləyir 72 dərəcə. Cavab burada A variantıdır. Növbəti sualımız 14-cü sualdır. 14-cü sualımız belədir. Bu bərabər. Dəyərli izləyicilər, biz eyniliyə əsasən bilirik ki, sinus kvadrat alfa üstə gələk kosinus kvadrat alfa bərabərdir 1-ə. O cür yanaşsaq, burada 1-in kvadratı üstə gələk kosinus kvadratı alfa bərabərdir 1. Buradan alıram kosinus kvadratı alfa bərabərdir 0. 0. Buradan kvadrat 0-a bərabərsə kosinus alfanın özü bərabərdir 0-a. Bunu belə yazıram. Kosinus alfa üstə gələk kosinus alfa bölək sinus alfa. Bu da bərabər. Bu da bərabərdir. Elə bir 0 üstə gələk 0 bölək 1. O da bərabərdir 0-a. Cəm 0-a bərabərdir. Cavab burada 0-dır. Qiymət olaraq 0-dır. 15-ci sualımıza baxaq. 15-ci sualımız belədir. X bərabərdir mənfi 1. 3x-in üstü 6. Çıxaq. 11 x-in üstü 3. Üstə gələk 9. X-in üstü 7 ifadəsini hesablayın. 3 vuraq, mənfi 1-in üstü 6, çıxaq 11 vuraq, mənfi 1-in üstü 3, üstə gələk 9 vuraq, mənfi 1-in üstü 7. Bu da bərabər. Burada cüt dərəcədən ədədin qüvvəti müsbət eləyir. 1-in də 6-cı dərəcədən qüvvəti 1 eləyir. 3-ə vursaq 3. Mənfi 1-in 3-cü dərəcədən qüvvəti mənfi 1 eləyir. Onu da mənfi 11-ə vursaq müsbət 11. Mənfi 1-in 7-ci dərəcədən qüvvəti mənfi 1 eləyir. Onu da 9-a vursaq mənfi 9 eləmiş olur. 11-dən 9 çıxsaq 2. 2 ilə də 3 toplansa 5 eləmiş olur. Cavab burada 5-dir. 16-cı sualımıza baxaq. 16-cı sualımız da sadə sualdır. Sistem tənliklərdir. 13, 5x, çıxaq 3y bərabərdir 9. Məndən x plus y soruşur. Bərabər sual. Dəyərli izləyicilər, baxıb görürəm ki, burada biz məhsulun birini yox eləyib, digərini tapmalıyıq da. O zaman burada baxıram ki, buranı 3-ə vuraram. Buranı da 2-yə vuraram. O zaman belə olur. 3-ə vursaq 9x üstə gələk 6y bərabərdir 39. 39. Buranı da 2-yə vursaq 10x çıxaq 6y bərabərdir. Bu da eləyir 18. Bunları alt-alta çıxsaq biz. Burada belə qalır. Mənfi x qalır burada. Bunlar 0 elədi. Bərabərdir. 39-dan da 18-in çıxsaq. Burada qalır.
21. 21 qalır. 21-in də x-in özünü də tapsaq mənfi 21 eləmiş olur. İndi sonra buradan nə etmək lazımdır? Y-i tapmaq lazımdır. Y-i. Y-i tapsaq belə orada fərqi yoxdur. Birincidən və yaxud da ikincidən yerinə qoya bilərik. 3x üstə gələ 2y bərabərdir. 13-dən istifadə edib y-i tapa bilərik. 3 vuraq mənfi 21. 3 vuraq mənfi 21. Üstə gələ 2y bərabərdir 13. Buradan da alıram ki, mənfi 63. Mənfi 63 üstə gələ 2y bərabərdir 13. 2y bərabərdir 13 üstə gələk 63. O da bərabər 76. 76. Buradan da y-i tapsam 76-nı bölürəm 2-yə. O da bərabər 38 eləmiş olur. Buradan nəyi soruşurdu bizdən? X neçə idi məndə? Mənfi 21 idi. Y də bərabərdir 38 oldu. X plus y soruşur. X mənfi 21 üstə gələk 38. O da bərabər 38 çıxaq 21 deməkdir. O da bərabər 17. 38-dən 21-in çıxsaq 17 eləmiş olar. Cavab burada 17-dir. Növbəti sualımız 17-ci sualımızdır. 17-ci sualımız belədir. Uzunluğu 17 cm olan AB parçası müstəvini kəsir. Parçanın ucları, gəl bir dənə müstəvi çəkək. Müstəvini düz xətt çəkək. Alfa müstəvisi deyirəm. Bir dənə də düz xətt çəkək. Çəkdik. AB parçası. Bura A deyək. A nöqtəsi. Burada B nöqtəsi deyək. Burada AB parçası oldu. Uzunluğu 17-dir. AB bərabərdir 17. Bunu bildik. 17. Müstəvini kəsir. Parçanın uclarından müstəviyə qədər məsafələr 7-8 cm-dir. Elə bir ki, buradan bura məsafə deyək 7 cm-dir. Buradan bura məsafə 8 cm-dir. Burada da məsafə təbii ki, düz bucağı altında kəsişir. 7 cm. Bura olsun 7. 7 cm. Burada olsun 8 cm. İndi mən nə edirəm? Buradan təbii ki, bunu düz bucaqlı üst bucağa tamamlayaram. Bizdən nə soruşur? Bizdən soruşur ki, parçanın uclarına müstəviyə qədər məsafələr bunlar olarsa, parçanın müstəvi üzərindəki proyeksiyasını tapın. Parçanın müstəvi üzərindəki proyeksiyası həm budur, həm də bu hissədir. Yəni, məndən elə bir ki, adlandıraq bunu. A, B, C, D yazıram burada. CD. Məndən CD məsafəsini soruşur. Məndən CD məsafəsini soruşur. CD. Bunu gəl düz bucaqlı üst bucağa tamamlayaq. Necə eləyərik? Tamamladıq. Burada bir K deyirəm. Burada bir K deyirəm. Burada bir düz bucaqlı üst bucaq yaranıbdır. Bura 7 cm-dirsə, bax bura. Burada 7 cm-dir. 7 cm. 7, 8. Bura neçə olur? 15. 15 olur. AB də 17-dir. 17-dir. Burada baxıb görürəm ki, düz bucaqlı üst bucağın kateti 15, betonuzu 17-dirsə, digər katet, yəni AK, bax buradan bura məsafə. Bu da olur 8. Burada 8 cm-dir. Düzmü hesabladıq? Bəli. 8-in kvadratı 64, 15-in kvadratı 225, o da 289, onunla 17 çıxır. Düzdür. Bizə nəyi soruşur? Proyeksiyanın uzunluğunu soruşur. Yəni, buradan CD də bərabərdir nəyə? AK-ya bərabərdir. O da bərabərdir 8 cm olmuş olur. Demək, proyeksiyanın uzunluğu neçədir? 8 cm. Davam eləyək. 18-ci sualımızla davam eləyək. 1 üstə gələk loqaritma 3 əsasdan 4x üstə gələk 1 bərabər
loqaritma 3 əsasdan x-in kvadratı üstə gələk 23. Tənliyin kökləri hasilini soruşur bizdən. Gəl bu tənliyi həll eləyək. Burada bax bu loqaritmanı keçirdərəm sağ tərəfə. Olur belə 1 bərabər loqaritma 3 əsasdan x-in kvadratı üstə gələk 23 çıxaq loqaritma 3 əsasdan 4x üstə gələk 1 olmuş olur. Bunu da belə yazaram. 1 bərabərdir loqaritma. Çıxma olanda əsaslar qalır. Loqaritma altılar nisbət şəklində yazılır. Bunu belə yazaram. X-in kvadratı üstə gələk 23 bölünsün 4x üstə gələk 1. Təzədən bunu yazaq. Loqaritma 3 əsasdan x-in kvadratı üstə gələk 23 bölünsün 4x üstə gələk 1 bərabərdir 1-ə. Buradan loqaritma 6 ifadə bərabərdir. X kvadrat üstə gələk 23 loqaritma 6 ifadədir. Bərabərdir. Əsasın üstü bərabərlik. 3-ün üstü 1. O da bərabərdir nəyə? 3-ə. Mən buradan x-in kvadratı üstə gələk 23 bərabərdir. 3-ü vururam bax bu məxrəcə. Olur belə 12x üstə gələk 3 olur. Hər tərəfi sağa yığıram. X-in sağ tərəfi sola yığıram. X-in kvadratı çıxaq 12x üstə gələk 23 çıxaq 3 bərabər 0 olur. Buradan da alıram x-in kvadratı çıxaq 12x üstə gələk 20 bərabərdir 0-a. Dəyərli izləyicilər, burada nəyə diqqət eləmək lazımdır? Bizdən tənliyin kökləri hasilini soruşur. Kökləri hasilini. Gəl görək bu tənliyin kökləri bizim loqaritma 6 ifadəyə problem yaratmır ki. Buradan hasili 20, cəmi mənfi 12 olan 2 ədəd deyək. 2, 10 deyə bilərikmi? Bəli. 2 çıxaq 2, 2 çıxaq 10. Bərabər 0. Mənfi 2 ilə mənfi 10-un hasili müsbət 20 eləyir, cəm də mənfi 12 eləyir. Buradan x bərabər 2 alıram, x bərabər 10 alıram. Hər iki kök müsbətdir və bizdə loqaritma 6 ifadəyə və yaxud da kəsirin məxrəcinə bir problem yaratmır. Ona görə də tənliyin 2 dənə kökü var. Məndən kökləri hasilini soruşur. 2 vuraq 10 bərabərdir 20 olmuş olur. Cavab burada 20-dir. 18-i də yazdıq. 19-a baxaq. Şəkil çəkək. Dənə çevrə çəkək. Bir dənə də kəsən çəkək. Burayla da buranı birləşdirək. Adlandıraq. B, A, B, A, D, C, burada N deyirəm. Bizə deyir ki, B-ci qövsü, bax bura. Bura neçədir? 150 dərəcə. Bunu bildik. 150 dərəcədirsə, bu daxilə çəkilmiş bucaqdır, bax bura. Bura olur 75 dərəcə, yarısı. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Yəni 150-nin yarısı 75 olur. Bura oldu 75. Bunu bildik, tamam. A bucağı neçə dərəcədir? A bucağı 2 nisbətdədir. Yəni 2K-dır. 2K-dır. 2K. Aha. B bucağı da 3K-dır. B bucağı da bura 3K-dır. Aha. Bəs burada 75-dirsə, bax bura 2 var, bura. Açıq bucaqdır da, yəni 75, bu bucaq açıq bucaqdır. Burası 75-dirsə, burası da neçə olur? 105 dərəcə olur ki, cəmi 180 dərəcə eləsin. Açıq bucaq 180 dərəcədir. Buradan isə bizdən nəyi soruşur? Bucaq A-nı soruşur. Bucaq A bərabərdir nəyə? Bucaq A 2K-dır. O da bərabər sual. Mən K-nı bilsəm, A-nı tapa bilərəm. O zaman deyinirəm mən, burada 3 bucaq yaranıb. 3 bucağın daxili bucaqların cəmi 180 dərəcədir. Yəni 3K üstə gələk 2K üstə gələk 105 dərəcə bərabərdir 180 dərəcə. Buradan aldım 5K bərabərdir. 180-dən çıxıram 105-i, o da 75 eləyir. 75 dərəcə. Buradan da aldım ki, K bərabərdir. 75-i bölürəm 5-ə, o da 15 dərəcə eləmiş olur. K-nı tapdım mən. Bucaq A-nı tapa bilərəm. Bucaq A bərabərdir 2K, o da bərabər 2 bıraq 15 dərəcə. O da 30 dərəcə eləmiş olur. Cavab 30 dərəcədir burada. Növbəti sual 20-ci sualımızdır. 20-ci sualımıza baxaq.
20-ci sualımız belədir. Bizə deyir ki, iki fəhlə birlikdə iki fəhlə bir işi birlikdə 6 saata yerinə yetirir. Birinci fəhlə işi digərindən 9 saat gec yerinə yetirir. Elə ki, birinci fəhlə, bax, birinci fəhlə. İkinci fəhlə deyək, bax, ikinci fəhlə. X saata işi görürsə, birinci fəhlə ondan 9 saat gec yerinə yetirir. Yəni, bu, tutaq ki, 5 saata görsə, bundan 9 saat gec yerinə yetirir. Yəni, X üstə gələk 9 yazıram, birinci fəhliyə. Birlikdə işi, birlikdə neçə saata görürlər? 6 saata. Təbii ki, burada 1 saat üçün hesablanılır iş. Yəni, 1 bölək x üstə gələk 9, üstə gələk 1 bölək 2 bərabərdir 1 bölək 6. Bu niyə görə 1 bölək olur? Tutaq ki, iş 6 saata görülürsə, 1 saatda işin hansı hissəsi görürlər? 6-da 1-i. Fəhlə tutaq ki, 5 saat, ikinci fəhlə tutaq ki, x saata görürsə işi, tutaq ki, 5 saata görür. 1 saatda işin 5-də 1-ini görər. Birinci fəhlə tutaq ki, 10 saata görürsə, 1 saatda onun 10-da 1 hissəsini görər. Təbii ki, görülən iş, birlikdə görülən iş bərabərdir, ayrı-ayrılıqda görülən işlərin cəminə. Buradan alıram ki, bunların cəmi bərabərdir 6-ya. Burada da ortaq məxrəc eləsək, x üstə gələk 9, çarpaz vururam 2, üstə gələk, x üstə gələk 9, bərabərdir 6-da 1. Buradan vurub açsaq, x-in kvadratı üstə gələk 9x, yuxarıda da olar 2x, üstə gələk 18. Bərabər 6-da 1. Çarpaz vuraram bunu. Çarpaz vursam olar x-in kvadratı üstə gələk 9x, yəni belə. 9x bərabər 9x bərabər 2x-i 6-ya vursaq 12x, üstə gələk 18-i də 6-ya vursaq 108 eləyir. Buradan bu tərəfə keçirdirəm. X-in kvadratı üstə gələk 9x çıxaq 12x çıxaq 108 bərabər 0 olur. Buradan aldım x-in kvadratı. Burada qaldı mənfi 3x çıxaq 108 bərabərdir 0. Buradan da baxıram ki, hasili mənfi 108, cəmi mənfi 3 olan 2 ədəd var. O da x çıxaq 12, x üstə gələk 9-dur. Bərabər 0. Çünki burada mənfi 12-ni 9-a vursaq, mənfi 108 eləyər. Mənfi 12 ilə 9-u toplasaq, mənfi 3 eləmiş olar. Buradan x çıxaq 12 bərabərdir 0. X bərabərdir 12-yə. Buradan x üstə gələk 9 bərabər 0. Buradan x bərabər mənfi 9-a. Bizdən təbii ki, iş soruşduğuna görə iş mənfi ola bilməz. Biz bunu götürmürük. Demək, x bərabər neçə olur? 12. Məndən bunu soruşmur. Məndən soruşur ki, bu işi birinci fəhlə tək neçə saata yerinə yetirir. Birinci fəhlənin işi neçədir? X plus 9-dur. Biz də x-i burada 12 tapmışıq. Demək, birinci fəhlə x plus 9 saata görür də. O da bərabər 12 üstə gələk 9. O da bərabər 21 olmuş olar. Cavab burada 21 saata. Yəni, birinci fəhlə 21 saata görür. İkinci fəhlə 12 saata görür də. Birinci, ikincidən 9 saat gec iş görür. 21-ci sualımıza baxaq. 21-ci sualımız belədir. Bunu çəkək bir dənə bu üçbucağı. Bunu gətirək bura. 21-ci sualımızı buradan yazaq. 21. Şəkili çəkək. Bizə verilənləri yazaq. A, D, B, burada C'dir. Mənə deyir, BD 6-dır, bura 6-dır. AD 12-dir. AD buradan 12 yazıram. BC 13-dür, bura 13-dür. AC bərabər CD. Bax, burada bura bərabərdir. AC ilə CD bərabərdir. S nəyə soruşur? BDC. BCD. BCD haradır? Bax, BCD bu üçbucaqdır da. Bax, bu üçbucaq. Bizdən bu üçbucağı soruşur. Mən üçbucağın tərəfi var. BD tərəfi 6-dır. Hündürlüyünü bilmirəm. Hündürlüyünü bilsəm, bu üçbucağın sahəsini tapa bilərəm. Bir dənə hündürlük çəkirəm.
Hündürlük çəkdik. Aha. Biz burada ne oldu bu şəklə? Bir dəqiqə. Aha, olsun belə. Neybi yox. Burada bir K deyirəm. Burada bir K deyirəm. Bu oldu hündürlük. Hündürlük oldu. Bəs burada ADC üçbucağında nələrə diqqət eləmək lazımdır? ADC üçbucağı bərabəryanlıdır. Bərabəryanlı üçbucaqda hündürlük, yəni CK həm tənböləndir, həm mediandır, həm də elə hündürlükdür. Mediandırsa tərəfi yarı bölür. Elə bil ki 12 tərəfini 6 bölür də. Elə bil ki KD bərabərdir AD-yə. O da bərabərdir AD-nin yarısı. AD bölək 2. O da bərabər 12 bölək 2. O da bərabər 6 edir. Bunu yazdıq. KD 6-dırsa, bax elə bil ki üçbucaq hansı üçbucaq? Üçbucaq KBC üçbucağı. KBC üçbucağı düzbucaqlı üçbucaqdır. KBC üçbucağında bax bu hissə 12-dir. Yəni katetin biri 12-dir, hipotenuz 13-dür. O zaman CK kateti bərabərdir nəyə? Düzbucaqlı üçbucaqda 5-ə. Çünki 5 ilə 12-nin kvadratları cəmi 13-ün kvadratı eləyir. Demək CK həm hündürlükdür, həm də KBC üçbucağının katetidir. Düzbucaqlı üçbucağının. Demək bu da bərabərdir nəyə? Hündürlüyə, H-a. Mən bu üçbucağın sahəsini, yəni hansı üçbucağın? DBC üçbucağın sahəsini hesablasaq, və yaxud da BCD üçbucağının. SBCD bərabərdir 2-də 1 tərəf nədir? BD. Bir də o tərəfin uzantısına çəkilmiş hündürlük. Tərəfin uzantısına çəkilmiş hündürlük hansıdır? Yəni tərəf budur, bu hissədir. Bu hissənin uzantısına çəkilmiş hündürlük də budur, bax bu. H, o da bərabər 2-də 1 vuraq. BD tərəfi 6-dır. Tərəfin uzantısına çəkilmiş hündürlük də 5-dir. 6-da 5-im 30, 2-yə də bölsək 15 eləmiş olur. Cavab burada 15-dir. 15-dir də yəni. 22-ci sualımıza baxaq. 22-ci sualımız belədir. Burada elə bil ki A bərabərdir. A bərabərdir. 3-ün üstü 6 olur. 3-ün üstü 6. K-nın üstü 2-dir. K-nın üstü 2. B bərabərdir. 3-ün üstü 2. K-nın üstü 7-dir. Yəni burada A, belə deyək, ştrixlidir. A ştrixli, burada 3-ün üstü 6 var. Bu bir tərəfdə ştrix K-dır. K-nın da üstü 2-dir. B-də də necədir? B-də də sadəcə içi boşdur. İçi boş olan 3-ün üstü 2-dir. K-nın da üstü 7 olur. Biz buradan əbobu tapırıq. Əbob. A, B bərabərdir nəyə? 441-ə. Buradan qiymətin yerinə yazıram. Elə bir ki, əbobu tapanda nə edirik? Əbob tapılanda üstü kiçiklər götürülür və hasil şəkil ortaqlar seçilir və üstü kiçiklər götürülür. 3 ilə K ortaqdır burada. Burada da var, burada da var. Ortağı seçdik. 3-ün üstü 2-ni götürəcəm, kiçikləri götürürəm. Bir də K-nın üstü 2 götürülür də burada elə bil. K-nın üstü 2. Bu da bərabər 441-ə. 441-də 21-in kvadratdır. O da bərabərdir. 3 vuraq 7-nin kvadratı yazaram. O da bərabərdir. 3-ün üstü 2 vuraq 7-nin üstü 2 olmuş olur. Təbii ki burada, bura baxaq. Bax burada 3-ün üstü 2 var. Burada 3-ün üstü 2 var. Bunlar var. K-nın üstü 2 bərabərdir. 7-nin üstü 2 olmalıdır. Yəni K-nın üstü 2 bərabərdir. 7-nin üstü 2. Əsaslar, qüvvətlər bərabər olduğuna görə əsaslar da bərabərdir. K bərabərdir burada 7-yə. Cavab burada 7-dir. Cavab K-nın 7 qiyməti. Növbəti sualımız 23-cü sualdır. 23-cü sualımıza baxaq. Bizə deyir, paralel köçürmədə B nöqtəsi A nöqtəsinə keçərsə, gəl görək B nöqtəsi A nöqtəsinə necə keçibdir? B nöqtəsi -2, 7-dir. Keçibdir nəyə? Keçibdir A nöqtəsinə. Yəni 10, -3-ə keçibdir. Bax, x-inə baxaq. B-nin x-i -2 idi. Olubdur, müsbət 10 olubdur. Demək 12 vahid artıbdır. 12 vahid artıbdır.
Çünki mənfi 2-nin üstünə 12 gələndə 10 eləyir. Eyni zamanda y-nə baxaq. Y-i görək neçə vahid artıb və yaxud da azalıb. 7-dən mənfi 3-ə gəlibdir. Demək ki, burada mənfi 10 vahid azalıbdır. Çünki 7-dən mən 10 çıxsam, mənfi 3 eləyir. Demək, x-im neçə vahid artıbdır? X-im 12 vahid artıb, y-im 10 vahid azalıbdır. Sonra deyir ki, həmin paralel köçürmədə AB parçasının orta nöqtəsi hansı nöqtəyə çevrilir? Gəl AB parçasının orta nöqtəsini tapaq. A nöqtəsi 10 mənfi 3'dür. B nöqtəsi də mənfi 2, 7'dir. Orta nöqtə olsun C, X olsun. X, Y. Biz X, Y tapanda nə edirik? Uyğun koordinatlar toplanır, 2'yə bölünür. 10 üstə gələk mənfi 2 bölək 2. Bu 4 eləyir. Y bərabərdir. Mənfi 3 üstə gələk 7 bölək 2. Bu da eləyir 4'ü 2'yə böləndə 2 eləyir da. Demək orta nöqtənin koordinatı C idi. C hansı oldu? X-i 4, Y-i də 2. Mənə deyir ki, AB parçasının orta nöqtəsi hansı nöqtəyə çevrilər? Bax, elə bir ki, bunun X-i də müsbət 12 vahid artacaqdır. Y-i mənfi 10 vahid azalacaqdır da, yəni. Buradan alıram ki, hansı nöqtəyə çevrilər? X burada 4 idi, 12 vahid artsa olur 16. Y burada 2 idi, 10 vahid azalsa 2-dən elə bir ki 10 çıxsa mənfi 8 eləyər də. Burada da mənfi 8 qalmış olur. Düz hesabladıq, bəli. Demək, cavab burada hansı nöqtə, yekun hansı nöqtə olur? 16 mənfi 8 nöqtəsi olur. 24-cü sualımıza baxaq. 24-cü sualımız da sadədir. Həndəsi silsilədə B6 çıxaq B4 bərabərdir. B4 bərabərdir 6. B9 çıxaq B7, bu da bərabərdir 48. Mən burada B4'ü çıxardaram qabağa. Burada olar B4. Bax, belə deyək də, B6 nədir? B4 vuraq Q-nün kvadratı deməkdir. Çıxaq B4 bərabərdir 6. Buradan da B9 nədir? B7 vuraq Q-nün kvadratı, çıxaq B7 bərabərdir 48. Burada ortaq vuruq B4'ü çıxardıram mötərizə xaricinə, olur Q-nün kvadratı, çıxaq 1 bərabər 6. Burada da ortaq vuruq B7'dir. B7'ni çıxardıram mötərizə xaricinə, olur Q-nün kvadratı, çıxaq 1 bərabər 48. Sonra bunu buna bölürəm. Yəni B7 Q kvadrat çıxaq 1 bölünsün B4 Q kvadrat çıxaq 1 bərabərdir 48 bölək 6, o da bərabər 8 edir. Dəyərli izləyicilər, bax burada bunlar ixtisar gedir, qalır belə. B7 bölünsün B4 bərabərdir 8. B7'ni də belə yazıram. B4 vuraq Q-nün kubu bölək B4 bərabərdir 8. Burada da B4'lər ixtisar gedir. Q-nün kubu bərabərdir 8'ə, Q də bərabərdir 2 olmuş olur. Q 2'dir. Sonra nə edirəm? Sonra bax, burada bizdən B7'ni soruşur da, düzdür. B7'də bax, burada yerinə yazaram. Necə? Yazaram belə. B9 çıxaq B7 bərabərdir neçəyə? 48'ə. Buradan B9'u belə yazaram. B7 vuraq Q-nün kvadratı, çıxaq B7 bərabərdir 48. Mənə B7'ni soruşur. Q var. Q-nün kvadratı olacaq B7 vuraq 2'nin kvadratı, çıxaq B7 bərabər 48. Buradan 4B7 çıxaq B7 bərabər 48. 3B7 bərabər 48. B7 də bərabər 48'i bölürük 3'ə, o da 16 eləmiş olur. Cavab burada 16'dır. 24-cü sualımız bitdi. 25-ci sualdan yekunlaşırıq. 25-ci sualımız belədir. Deyir, 6 dasiyent 5 müəllim arasından təsadüfi seçilən 3 nəfərin ikisinin dasiyent, birinin müəllim olması ehtimalını tapın. Dəyərli izləyicilər, baxın, bizim dasiyent nə qədərdir? Neçə nəfərdir? 6 nəfər dasiyentimiz var. 5 nəfərdən müəllimimiz var. İndi deyir ki, burada cəmi neçə nəfər oldu? 6 üstə gələk 5 neçə elədi? 11 elədi. 11 nəfər. 11 nəfər belə deyək də, ziyalımız var.
Buradan seçim eləyirəm mən. 3 nəfəri seçirəm. Ehtimal tapanda ehtimal bərabərdir. Mümkün hal məxrəcdə yazılır. İndi elə bir ki, mən 11 nəfərdən 3 nəfəri seçirəmsə, kombinezon 11-dən 3 olur məxrəcdə. Ümumi hal. Sonra mən elə bir ki, 3 nəfərin ikisini dasent seçmək istəyirəm. Birini müəllim seçmək istəyirəm. Dasent 6 nəfərdə 6-dan 2 nəfərin dasent seçmək istəyirəm. 6-dan 2-ni seçirəm. Vurma olur. Kombinezonla yenə hesablanır. 5 müəllimdən də, yəni kombinezon 5-dən neçəsini istəyirəm? 1 müəllim seçmək istəyirəm. Elə bir ki, 6 müəllimdən 2 dənə dasent, 6 dasentdən 2 dənə dasent seçmək istəyirəm. 5 müəllimdən də 1 dənə müəllim seçmək istəyirəm. Bu da bərabər. Qiymətlərin yerinə gəl hesablayaq qıraqda. Kombinezon 11-dən 3 bərabərdir. 11-dən 3 bərabərdir. 11 faktorial bölünsün 8 faktorial vuraq 3 faktorial. Bu da bərabər. 8 faktorial vuraq 9 vuraq 10 vuraq 11. Bölək 8 faktorial vuraq 1 vuraq 2 vuraq 3. Bu da bərabər. Burada elə bir ki, bunlar ixtisar gedir. 3 ilə də bu ixtisar gedir. Burada 3 qalır. 2 ilə də bu ixtisar gedir. 5 qalır. 3 də 5'im 15. 11'ə də vuranda 165 edir. Sonra kombinezon 6-dan 2-ni hesablayaq. Bu eləyir belə deyək də 5 vuraq 6 bölək 2 15. Kombinezon 5'dən 1'i hesablayaq. Bu da eləyir 5 5 bölək 1 bərabər 5 eləyir. Qiymətlərini qoyuram yerinə. Burada olur demək 165. 165'i də belə yazaq da 3 vuraq 5 vuraq 11 yazıram. 3 vuraq 5 vuraq 11. Sürətdə də kombinezon 6-dan 2 məndə 15 eləyir. 15 vuraq. Kombinezon 5'dən 1 də 5 eləyir. Bu da bərabər. Bu da bərabər. İxtisar getdi. Bax, bu 15 elədi. Bu da 15. İxtisar getdi. Qaldı nə? Məxrəcdə 11 qaldı. Sürətdə də 5 qaldı. Mənim cavabım bu oldu. Cavab 11'də 5 eləmiş oldu. Belə dəyərli izləyicilər. Bununla da izahımız sona çatdı. İzlədiyiniz üçün təşəkkür edirəm. Bir məlumat vermək istəyirəm ki, indi səhər artıq 11'lərlə yekunlaşdıq. Artıq 11 sinifimiz belə deyək də 11 siniflə deyil, növbəti hədəfimiz 9'ların buraxılış imtahanlarına hazırlıqdır. Biz burada çalışdığımız qədər 9'ların buraxılışına dair müəyyən sualların izahını müəyyən ola bilər ki, canlı yayınlar açıb 9-cu sinif səviyyəsində biz suallar işləyə bilərik. Yəni sual cavab eləyə bilərik. Sualı mən ataram qrupa. Burada işləyərsiniz. Yəni burada göstərərəm, işləyərsiniz, cavab atarsınız, baxaram elə. Yəni nəyi demək istəyirəm? İndən belə ki, hədəfimiz 9'ların imtahanına hazırlıq olacaqdır. Çalışaq, izləyək, bəyənsək, abunə olaq, bəyənmə düyməsini vuraq. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.